Bizim rayonda Qazaq dağıtdı belə olur adlı vlogumla qarşınızdayım. Toyun sonraki günü qeyd olunan el arasında digər adıyla Qazan dağıtdı, üz açdı deyilən adət-ənənə üzrə bizdə çox vaxt ləzzətli və xüsusi milli yeməyimiz olan sürhüllü bişirilir. Bizdə belə olur deyirsinizsə fikirlərinizi videonun şərh bölməsində qeyd etməyi unutmayın. Stollar düzülür, süfrə açılır, hər bir yandan iş görür, ocaqlar yandırılır, qazanlar qaynadılır. Bu işlərin görülməsində bəyin və ailənin yaxınları, dostları iştirak edir. Qazanda su qaynayandan sonra sürülünü atırıq ki qazana qaynasın, ara bir qarışdırırıq ki yapışmasın. Digər bir qazana isə soyutma ətini və suyunu əlavə edib hazır olmasını gözləyirik. Sürhü hazır olan kimi kövkürlə çəkirik ki öz suyundan ayrılsın. Sonra üstünə soyutma əti və suyunu əlavə edib böyük qablara tökürük. Xoş gəldi deyilir, sağlıqlar söylənilir. Hoş gelmişsin hamınız. Həmişə belə yaxşı günlərdə Xüsusi variantda hazırlanan sürhünün dadı tam başqa olur. Yeməyi çəkirsən qabağa, yanında da soyutma suyundan içirsən, sürhüdən yirsən olursan dəf kimi. Yiyənlərə nuş olsun, yeməyənlərə də qismət olsun deyib sizlərlə sağollaşıram. Növbəti vloqlarda görüşənədək.